günü elə də xoşbəxt deyil. Lənətin də bir növləri var. Yəni biri var açıq-aydın sənə hörmətsizlik eləyərək eləsin. Gözəllərim, yəni mən siz nəyəsə göz yumun deyə demirəm. Səni gözəl yaşadaraq bir günlük bir kaçamak olsa, hə o yəni onun üstündə ailə. Həm də ki biri var anam atamın səhvlərinə göz yumub. Artıq xanımların o neqativ rəylərini də bilirəm. Siz məni nə qədər qınayırsınız, qınayın. Mən buna pis baxmıram. Qlobal bir məsələ olmalıdır ki, o ailə dağılsın. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hər dəfə tam fərqli görürdüm. Bu dəfə daha xoşbəxt görürəm maşallah sizə. Nəsə elə bir dəyişiklik var. Ay yox, sadəcə 2 gündə eşidirəm ki, nə qəşəng ağrılamsa, nə qəşəng ağrılamsa, o xoşbəxt eləyənlərdir, kilo almaqları, verməkləri daha doğrusu. Onun üçün fikirləşirəm ki, yəqin onunla bağlıdır, amma belə bu gün elə də xoşbəxt deyiləm. Əksinə doğrudan hələ bu günləri biraz o deyil. Biz yeməklə xoşbəxt olan insanlar sırasındayıq. Və hal-hazırda gün ərzində heç yemək yeməmişik, verilişdən sonra gedib yemək yeyəcəyik, ona görə biraz keyf o keyf deyil, o keyflərdən deyil. Bir qadın ümumiyyətlə deyirlər ki, həyatında kimsə həyatında kimsə onun daha çox xoşbəxt olur, ona görə biraz şübhələrim yaranır. Yox, yəni bizdə o xoşbəxtçiliyi, belə deyim də, yeməklə əvəzləmişik, çox da yaxşıdır, əladır. Bunu ətrafımızda hər kəs bilir. Amma mən fikirləşirəm ki, ki Allah Taala bütün qadınların üzündə təbəssüm yaratsın. Daha sonra onlar sözün əsl mənasında o dilləri babuşka в животе порхает. Bax o hissləri keçirsinlər. İnşallah olsun, niyə olmasın? Sevil Sevinç bacıları xəyanət mövzusunda verdiyi açıqlamayla yenə çox danışılacaq. Xəyanətin də bir növləri var. Yəni biri var açıq-aydın sənə hörmətsizlik eləyərək eləsin və biri də var ki, o gizlin çalışır onu göstərmədən səni sevərək, hörmət eləyərək, səni gözəl yaşadaraq gedib o qıraqda bir günlük bir kaçamak olsa, hə o yəni onun üstündə ailə. Həm də ki biri var sevgi münasibəti, sevgili olasan və biri də var ailə. Bu ailədə övlad da varsa, yəni burada hər hansısa bir məqamda boşanmağa qərar verməkdənsə xanımlar bir milyon dəfə düşünür deyə. Onların bu açıqlaması xanımların qəzəbini daha da artıracaq. Mən bunu hər zaman demişəm. Düzdür, mən o cümləni deyəndə mən artıq xanımların o neqativ rəylərini də bilirəm. Və düşünürəm ki, hərənin bir düşüncəsi var. Gözəllərim, yəni mən siz nəyəsə göz yumun deyə demirəm. Yəni mən o nöqteyi nəzərdən demişəm və mən hətta orada vurğuladım ki, mən anamdan belə görmüşəm. Yəni mən gözümü açandan mənim ailəmdə hər zaman anam atamın səhvlərinə göz yumub və mən buna, siz məni nə qədər qınayırsınız, qınayın. Mən buna pis baxmıram. Əkiz bacılara kim xəyanət edib? Ümumiyyətlə həyatında elə ya ikinizin həyatından birində elə bir şey hadisə baş verib, xəyanət edib və siz... Quzum, biz öz şəxsi həyatımız barəsində ümumiyyətlə heç bir zaman açıqlama vermirik. Amma mən yaşayacağam, yaşamışam və yaxud olsa belə, olsa nə vaxtsa olsa, mən yenə deyirəm, bunun nüansları var, bunun səbəbləri var, bunun yəni ailə həyatı qurmuşamsa da onu hər bir halda hansısa bir addımı üçün, səhvi üçün o ailəni dağıtmağam. Yəni mənim üçün qlobal bir məsələ olmalıdır ki, o ailə dağılsın. Sən mənim həyat yoldaşım, sən mənim arzularım, xəyallarım, sən mənim bu dünyada tək varım, bir ömürlük həyat yoldaşım. Təbii ki, mən əgər bir sözü, bir cümləni demişəmsə, mən o cümləmin arxasında dayanmağı da bacarıram və mən yenə deyirəm, mən ailəmdən hansı tərbiyəni görmüşəmsə, mən o tərbiyə ilə böyümüşəm və o vnuşeniya var məndə.
və heç kəsi də məcbur eləmirəm mənim fikrimlə razılaşsınlar. Hər bir xanımın öz seçimidir. Ailə sizin, istək sizin, həyat sizin, yaşamaq sizin. Mən təbii ki, qarışmıram. Amma yenə də bu bizim fikrimizdir. Biz belə yaşayırıq. Mətənət xanım düzgün yaxşı. Bugün danışdı. Nə deyir düzdür? Bugün elə də xoşbəxt deyil. Lənətin də bir növləri var. Yəni biri var açıq-aydın sənə hörmətsizlik eləyərək eləsin. Gözəllərim, yəni mən siz nəyəsə göz yumun deyə demirəm. Səni gözəl yaşadaraq bir günlük bir kaçamak olsa, hə o yəni onun üstündə ailədə. Həm də ki biri var anam atamın səhvlərinə göz yumub. Artıq xanımların o neqativ rəylərini də bilirəm. Mən nə qədər qınayırsınız qınayın. Mən buna pis baxmıram. Qlobal bir məsələ olmalıdır ki, o ailə dağılsın. Hər dəfə tam fərqli görürdüm. Bu dəfə daha xoşbəxt görürəm maşallah sizə. Nəsə elə bir dəyişiklik var. Ay yox, sadəcə 2 gündür, 2 gündə eşidirəm ki, nə qəşəng ağrılamsa, nə qəşəng ağrılamsa, o xoşbəxt eləyənlərdir kilo almaqları, verməkləri daha doğrusu. Onun üçün fikirləşirəm ki, yəqin onunla bağlıdır, amma belə bu gün elə də xoşbəxt deyiləm. Əksinə doğrudan elə bu günləri biraz o deyil. Biz yeməklə xoşbəxt olan insanlar sırasındayıq. Və hal-hazırda gün ərzində heç yemək yeməmişik, verilişdən sonra gedib yemək yeyəcəyik, ona görə biraz kef o kef deyil, o keflərdən deyil. Bir qadın ümumiyyətlə deyirlər ki, həyatında kimsə həyatında kimsə onun daha çox xoşbəxt olur. Ona görə biraz şübhələrim yaranır. Yox. Yəni bizdə o xoşbəxtçiliyi belə deyim də yeməklə əvəzləmişik. Çox da yaxşıdır, əladır. Bunu ətrafımızda hər kəs bilir. Amma mən fikirləşirəm ki, ki Allah Taala bütün qadınların üzündə təbəssüm yaratsın. Daha sonra onlar sözün əsl mənasında o dilləri babuşka в животе порхает. Bax o hissləri keçirsinlər. İnşallah olsun, niyə olmasın? Sevil Sevinç bacıları xəyanət mövzusunda verdiyi açıqlamayla yenə çox danışılacaq. Xəyanətin də bir növləri var. Yəni biri var açıq-aydın sənə hörmətsizlik eləyərək eləsin və biri də var ki, o gizlin çalışır onu göstərmədən səni sevərək, hörmət eləyərək, səni gözəl yaşadaraq gedib o qıraqda bir günlük bir kaçamak olsa, hə o yəni onun üstündə ailədə. Həm də ki biri var sevgi münasibəti, sevgili olasan və biri də var ailə. Bu ailədə övlad da varsa, yəni burada hər hansısa bir məqamda boşanmağa qərar verməkdənsə xanımlar bir milyon dəfə düşünür deyə. Onların bu açıqlaması xanımların qəzəbini daha da artıracaq. Mən bunu hər zaman demişəm. Düzdür, mən o cümləni deyəndə mən artıq xanımların o neqativ rəylərini də bilirəm. Və düşünürəm ki, hərənin bir düşüncəsi var. Gözəllərim, yəni mən siz nəyəsə göz yumun deyə demirəm. Yəni mən o nöqteyi nəzərdən demişəm və mən hətta orada vurğuladım ki, mən anamdan belə görmüşəm. Yəni mən gözümü açandan mənim ailəmdə hər zaman anam atamın səhvlərinə göz yumub və mən buna siz məni nə qədər qınayırsınız qınayın, mən buna pis baxmıram. Əkiz bacılara kim xəyanət edib? Ümumiyyətlə həyatında elə ya ikinizin həyatından birində elə bir şey hadisə baş verib, xəyanət edib və siz... Quzum, biz öz şəxsi həyatımız barəsində ümumiyyətlə heç bir zaman açıqlama vermirik. Amma mən yaşayacağam, yaşamışam və yaxud Amma olsa belə, olsa nə vaxtsa olsa, mən yenə deyirəm, bunun nüansları var, bunun səbəbləri var, bunun yəni ailə həyatı qurmuşamsa da onu hər bir halda hansısa bir addımı üçün, səhvi üçün o ailəni dağıtmağam. Yəni mənim üçün qlobal bir məsələ olmalıdır ki, o ailə dağılsın. Sen benim hayat yoldaşım, sen benim
təbii ki, mən əgər bir sözü, bir cümləni demişəmsə, mən o cümləmin arxasında dayanmağı da bacarıram və mən yenə deyirəm. Mən ailəmdən hansı tərbiyəni görmüşəmsə, mən o tərbiyə ilə böyümüşəm və o vnuşeniya var məndə. Və heç kəsi də məcbur eləmirəm mənim fikrimlə razılaşsınlar. Hər bir xanımın öz seçimidir. Ailə sizin, istək sizin, həyat sizin, yaşamaq sizin. Mən təbii ki, qarışmıram. Amma yenə də bu bizim fikrimizdir. Biz belə yaşayırıq. Tamam, təşəkkür edirəm. Mətənət xanım deyir, yaxşı. Sevinç xanım danışdı. Bugün danışdı. Nə deyir düzdür?